Bura Ağdamın Xıdırlı kəndidir. Bu Qarabağdan azad olmuş torpaqlarımız. Və o yuxarı tərəfdə Ağdamın özüdür, rayon özü. Bu da Ağdamlar üçün tikilmiş evdir. Bax belə. Həmən bu Xıdırlı üçün. Bir də bu evin içinə bax. Hamısını deyə bilmərəm. Amma çoxu yəni bəyənmir. Deyir ki, bu nədir, tikiblər bizim üçün. Girdim, bura bir dənə otaq. Bura bir dənə bir otaq, normaldir. Bura kuxunadır. Bura kuxunadır. Belə bir şey. Bir dənə otaq üçün buradaydı. Bir otaq. Bura tualetdir. Bura hamamıdır. Bir dənə də otaq buradadır. Belə. Otağa gəldiyimdə normaldır. Kvadratı yaxşıdır. Burada bir dənə otaqdır. Və burada bir dənə otaqdır. Ümumiyyətlə 4 dənə otaqdır. 1 otaq, 2 otaq, 3 otaq. Bir dənə burada çayına 4 otaq. 4 otaq, 1 kuxna, hamam tualetdə ayrı-ayrı. Yəni burada var ki, gəlirlər evlərinə baxmağa insanlar. Elələri var ki, deyir ki, yox bu nədir, tikiblər, bu nədir, nə bilim, nədir, belədir, nədir. Ona deyim ki, sadəcə evlərin üstündə belə bir şey də var. Günün şüasından bu enerji. Və hamısında demək olar ki, var. Demək yox, yəni hamısında var, baxın. Belə bir şeydir. Yəni ağaçlı, park, yəni hamısı əladır, yəni gözəldir. Bəzi var ki, buranı bəyənmir.